Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə belə qat-qat, xırçıltılı, səpmə şorqoğal resepti paylaşacağım. Əvvəlcə bir qaba maya, süd, şəkər tozu və xəmir üçün hazırlayacağım undan istifadə edərək apara hazırlayıram. Qeyd edim ki, ərzaqların dəqiq ölçüsünü videonun açıqlama hissəsində qeyd edəcəm. İndi isə xəmirimizi hazırlayaq. Bunun üçün sarı kök və duzu unun üzərinə əlavə etdim. Daha sonra isə mayalanmış aparanı əlavə edirəm. 2 ədəd yumurta, əritdiyim kərə yağı, ilıq halda olan süd və xamanı əlavə etdim. Qeyd edim ki, xama və yumurta otaq temperaturunda idi. İndi isə xəmirimizi yoğururam. Burada artıq xəmirimiz hazır olmağa başlayır. Belə yumşaq xəmir alındı. Xəmirimizin üzərini streçlə örtərək mayalanmağa göndərirəm. İndi isə içliyi hazırlayıram. Ədviyyatları əlavə edərək qarışdırıram. İndi isə duz əlavə etdim və əritdiyim kərə yağını da əlavə edərək vamxodda azca qovururam. Qovurduqdan sonra topak qalmasın deyə əlimlə belə umaç halına gətirirəm. Mayalanan xəmiri bir daha yoğururam ki, mayanın qoxusu gəlməsin və daha yaxşı yumşaq xəmir alınsın. Yoğurduqdan sonra belə hissələrə ayırıram. Kündə forması verirəm. Qeyd edim ki, məndə 10 ədəd kündə alındı və kündələri açıram. Kündələri nazik yuxa formasında açın. Mən artıq burada bir neçə kündəni açaraq yağladım və üzərinə hazırladığım içliyi əlavə etdim. Burada sizə göstərəcəm necə etdiyimi. Əvvəlcə əritdiyim kərə yağını əlavə edirəm. Daha sonra belə yağlayıram və çalışıram xəmiri əlimlə biraz daha açım. Açdıqdan sonra isə üzərinə hazırladığım içlikdən bu formada səpirəm. Eyni qayda ilə digər kündələri də hazırlayıram. Nazik formada açaraq bayaqki hazırladığım şorqoğalların xəmirinin üzərinə əlavə edirəm. Burada yenə yağlayaraq üzərinə içlik əlavə edəcəm. Qeyd edim ki, bu reseptlə yeni başlayan xanımlar daha asanlıqla hazırlaya bilərlər. Çox asan reseptdir. Ən sonuncu kündəni də bu formada yayaraq əlavə edirəm digərlərinin üzərinə və üzərini sadəcə yağlayıram. İçlik əlavə etmirəm. Kənarlarını belə kəsirəm. Düz forma verdikdən sonra
belə hissələrə bölürəm. Hissələrə verdikdən sonra bu formada darta-darta bükürəm. Üzərini çox basmağa ehtiyac yoxdur, çünki içində içlik olduğu üçün onsuz da qoğallar çox şişmir. Azca əlimizlə forma verərək soba listinə yığırıq. Bir ədəd yumurta sarısına azca duru yağ əlavə etdim və qoğalların üzərinə çəkirəm. Belə duru yağ əlavə etdikdə çox qəşəng parıltılı qoğallar çıxır. Və üzərinə çörək otu əlavə etdim. 180 dərəcədə sobaya bişməyə göndərirəm. Belə çox gözəl şorqoğallar alındı. Resepti bəyəndinizsə, like edib abunə olmağı unutmayın.